Qarabağı Ermənistan işğal etmişdi, Abxaziyanı da Rusiya. Telegraf xəbər verir ki, bunu Gürcüstanın Müxalif Federalistlər Partiyasının sədri Tamar Çirqoleşvili sosial şəbəkədə yazıb. O vurğulayıb ki, Azərbaycan Ermənistan tərəfindən Rusiyanın köməyi ilə işğal edilmiş ərazilərini öz gücü ilə geri aldı və bu müddətdə Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Paşinyana kömək edə bilmədi. Müxalif liderə görə Paşinyan öz taleyi ilə razılaşıb, qərbə üst tutmaqdan başqa heç nə etməyib və bu vəziyyət Rusiyanın dəstəyi kəsildikdən sonra Abxaziyadakı qondarma rejim üçün də bir nümunə olacaq. Digər müxalif lider Nika Qvaramya da Paşinyanın bu travmanın öhdəsindən gəlməsinə heyranlığını ifadə edərək bunu Qarabağın təhvil verilməsi kimi qiymətləndirib. Lakin real mənzərə fərqlidir. Xatırladaq ki, Ermənistan rəhbərliyi 44 günlük müharibəyə qədər Qarabağın Azərbaycana məxsus olduğunu heç vaxt qəbul etməmişdi. Müharibə isə Paşinyanın təxribatçı bəyanatlarına və 30 illik işğala qarşı Azərbaycanın haqlı reaksiyası idi. Nəticədə rəsmi Bakı diplomatik prosesdən yayınan Ermənistanın işğalına son qoyaraq öz ərazi bütövlüyünü bərpa etdi. O zaman Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Rusiyanın müharibəyə birbaşa müdaxilə etməməsi döyüşlərin Azərbaycan ərazisində getməsi ilə bağlı olsa da, Moskva Ermənistana pərdə arxası hərbi dəstəyini davam etdirirdi. Ermənistanın daxilində isə siyasi arenada gərginlik fərqli bir müstəviyə keçib. Baş nazir Nikol Paşinyan tərəfindən Armen Qriqoryanın yerinə Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin edilən Alen Simonyan vəzifəyə gələn kimi müxalifətə qarşı sərt bəyanatlarla çıxış edib. Simonyan sabiq prezident Robert Köçəryan və Rusiyalı oliqarx Samvel Karapetyanı, eləcə də onların tərəfdarlarını sosial media hesabından açıq şəkildə hədələyib. Parlamentdəki müxalif düşərgəsinin nümayəndələrini uşaq bağçası səviyyəsində adlandıran yeni katib, onların qanunverici orqanda onun kölgəsi ilə mübarizə apardıqlarını iddia edib. O, xarici agent adlandırdığı savadsız liderlərin pulları hesabına deputat olanları balaca təlxəklər adlandıraraq hər fürsətdə həm onları, həm də liderlərini tapdalayacağını bildirib. Simonyan müxalifətə sakitcə yerlərinə qayıtmağı xəbərdarlıq edərək, əks halda oliqarx Samvel Karapetyan və sabiq prezident Robert Köçəryanın başına oyun açacağını kəskin ifadələrlə diqqətə çatdırıb. İrəvandakı bu daxili qarşıdurma fonunda Gürcüstanın sabiq prezidenti Mixail Saakashvili ölkəsinin tamamilə Rusiyanın nəzarətinə keçməsi barədə həyəcan təbili çalır. Saakashvili iddia edir ki, separatçı Abxaziya və Cənubi Osetiya bölgələrinə Rusiya tərəfindən yanacaq tədarükünün artırılması böyük hadisələrin anonsudur. Onun sözlərinə görə hakimiyyətdəki İvanişvili Ukrayna müharibəsi fonunda sanksiyalardan yayınmaqla öz sərvətini artırıb və indi Moskvanın göndərdiyi kapitulyasiya müqavilələrini imzalamağa hazırlaşır. Rusiya prezidenti administrasiyasının rəhbər müavini Sergey Kriyenkonun qurasiya etdiyi bu prosesin yaxın həftələrdə baş nazir Kobaxidzenin Moskva səfəri ilə rəsmiləşəcəyini deyən Saakashvili Gürcü xalqını və müxalifəti təcili səfərbər olmağa çağırır. Bütün bu regional gərginliklərin əhatəsində isə Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan qlobal təhlükəsizlik və iqtisadiyyata təsir edəcək mühüm bəyanatlar verib. İlk növbədə dünya üzrə neft daşımalarının dayanmaması üçün Hörmüz boğazının gəmilərin hərəkəti üçün tezliklə və ödənişsiz şəkildə açılmasının vacibliyini bildirən Erdoğan, İranın da bu məsələdə eyni mövqedə olduğunu vurğulayıb. Eyni zamanda Türkiyə lideri bəyan edib ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış hərbi pakt NATO-nun birgə müdafiəni nəzərdə tutan məşhur 5-ci maddəsinə bənzər bir bəndi əhatə edir. Bu sazişə əsasən 3 ölkədən hər hansı birinə qarşı edilən istənilən hücum hər 3 dövlətə qarşı yönəlmiş sayılacaq və ortaq müdafiə addımları atılacaq. Prezident Erdoğan bu strateji ittifaqın qapılarının digər ölkələr üçün də açıq olduğunu qeyd edərək, istəyəcəyi tədbirdə Misirin də bu üç tərəfli tarixi sazişə qoşula biləcəyini xüsusi olaraq bəyan edib. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.